Salam oğul. Salam, salam. Deyəsən, salamlaşma adətini itirmişik. Ağsaqqal, salamlaşmaq ələm harasıdır ki? Biz ümumilikdə münasibəti itirmişik. Mənim bax 35 yaşım var. Hələ də bir dənə normal münasibət tapa bilmirəm ki, ailə qurum. Həyif dövrdü üstün dövür. Düz deyirsən oğul. Biz ailədə 16 nəfər böyümüşük. Bacılı qardaşlı hamımız işləyirdik, hamımız evdə əziyyət çəkirdik. Çox çətin idi, amma çox mehriban böyümüşük. Hə baba, mən səni başa düşdüm. Sən demək istəyirsən ki, atalar qızlarını istədiyini alır, analar isə qoymur oğulları əlinə ağdan qarıya vursun. Ona görə də qızlar qazanılan pulun, oğullar isə məişətdə çəkilən əziyyətin qədrini bilmir. Sonra da belə adamlar üzbəüz gələndə bir-birindən ancaq tələb edirlər. Ay babon rəhmətli. Həm də bizim vaxtı bu zibil internet yox idi deyə biz öz ailəmizi 1000 dənə ailə ilə müqayisə eləmirdik və xoşbəxt idik. Ağsaqqal, nə gözəl sözlərdir düz. Yəqin ki, siz özünüz də xoşbəxt ailə həyatı yaşamısınız. Əlbəttə. Mən həyat yoldaşımı 3 ay bundan qabaq itirdim. Amma onunla 70 xoşbəxt il yaşadım. Çünki onunla mən dost idim. Ağsaqqal, mənim sizə necə paxıllığım tutur. Necə sizin bəxtiniz gətirib ki, belə bir xanım tapmısınız. Nə bəxt? Mən əmim qızı ilə evlənmişəm. Məni bağışla, sevgimizin bəhrəsi oğlum dalımca gəl. Getməliyəm. Ata geldi ve Türkiye'de altından geçip sağlar. Ata.